Hər birinizi xoş gördük bu yeni kanalımızda. O biri kanalımızı yəqin ki bilirsiniz, Cəbrayıllı yuxarıda qeyd edəcəm, orada abunə ola bilərsiniz. Orxan və Təpəl mətninə əsasən hadisənin ardıcıllığını müəyyən eləyin. Vaxt itirmədən 5-ci sinif 2-ci fəslin mövzularını izah edəcəyik. Orxan və Təpəl mətninə əsasən hadisənin ardıcıllığını müəyyənlə. Orxan Təpəlin ayağı sağalır, bu sonda olur. Həkim küçüyü gəzdirməyə məsləhət görür. Orxan küçədə axsaq it tapır, küçük tapır. Orxan hər axşam Təpə ilə gəzintiyə çıxır. Orxanın sümük xəstəliyi var. Sonra o küçük tapır. Aparır həkimə, həkim onu gəzdirməyə məsləhət görür. Məsləhət görəndən sonra onlar çıxırlar gəzməyə, ondan da bunun sümük xəstəliyi sağalır. Keçirik digərinə. Düzgün və yoxsa yanlış. Həkimlər Orxana çox gəzməyi məsləhət görmüşdülər. Doğru. Atası Orxana küçüyü almadı. Yanlış. Qəhvəyi xalları olduğu üçün küçüyü Təpəl adlandırırlar. Xeyr, qaşqa olduğu üçün olmalıdır. Baytar küçüyü müayinə etdi. Doğrudur. Təpəl sürətlə gedən qatarın qarşısına qaçdı. Yanlışdır. Xeyirxahlıq Orxanın sağalmasına səbəb oldu. Doğrudur. Keçirik mətndəki hadisələr bu məkanda baş vermir. Deməli, mətndəki ümumiyyətlə hadisələr yolda olur, xəstəxanada olur, yolda it tapır, xəstəxanada olur, dənizdə olur, parkda olur. Amma daha da dənizdə olmur, parkda olur, evdə olur, dənizdə olmur. Parkda iti tapır, evdə söhbət edirlər, yolda itlə gəzir, xəstəxanada həkimə gedirlər. Mətndə Orxan xeyirxahdır fikrini sübut edən iki səbəb yazın. Bunlardan biri Orxan axsaq küçüyü tapan kimi evə gətirir. Ondan başqa da küçük sağalsın deyə Təpəl yazay. Təpəl sağalsın deyə onu çıxarır. Növbəti mətndən şəkillərə aid öz fikri. Deməli, nə qəşəng payız vaxtı. Qızılı yarpaqlar. Orxan ayağı sarıqlı Təpəl ilə altında oynayır. Mən belə yazdım, siz başqa cürdə yaza bilərsiniz uşaqlar. Orxan və Təpəl. Aşağıdakı təlimatı və planı hekayə yaz. Uşaqlar, bu hekayəni mənim siz üçün yazmağım doğru olmaz. Çünki bumerang effekti deyəndə bu sizin öz fikrinizdir. Çox rahatdır. Mən siz üçün bunu danışacağım. Sizdə buna uyğun bir hekayə. Çünki hər şeyi hazır eləmir uşaqlar. Sizin öz düşüncə tərziniz var. Öz düşüncənizə qiymət verilməlidir. Çünki siz gələcəkdə bununla bağlı suallar olarsa yaza bilməzsiniz. Essedir, inşaatdır, bunları özünüz yazmalısınız. Ona görə gəlin belə deyək. Mən öz dostlarıma həmişə yaxşı davranmağa çalışıram. Çünki yaxşılıq edəndə yaxşılığın yəni edilən yaxşılıqlar, belə qısaca yazıram. Edilən yaxşılıqlar insana qayıdır. Yəni, yaza bilərsiniz, mən dostlarıma həmişə yaxşılıq edirəm. Çünki onların da mənə yaxşılığın dəydiyini, yəni qarşılıqsızdır, amma necə deyirlər, yaxşılıq etməsəm onlar da mənə pislik edərlər. Bunu hər hansı bir futbol oyunundan yaza bilərsiniz, hər hansı bir marketdən yaza bilərsiniz, hər hansı bazardan yaza bilərsiniz. Və yox, siz də həyatınızda olan hər hansı bir, necə deyirlər, etdiyiniz köməyin qarşısında nə görmüsünüz, onu yaza bilərsiniz. Belə deyək də, konkret şəkildə siz bunları özünüz yazmalısınız. Ona görə mən sizin düşünmə qabiliyyətinizi əlinizdən almaq istəmirəm. Yəqin ki, mənə başa düşürsünüz.
Yaxşılıq zənciri. Yaxşılıq zənciri mətnini mən oxumuşam, dinləmişəm. Yəqin ki, siz də dinləmisiniz. Müəllimə məktəbə sizə dinlətdirib və yaxud mənim kanalımda da var o. Siz o kanalda da həmin dinləmə mətni, Cəbrayıl Əlli kanalda da dinləmə mətnini dinləyə bilərsiniz. Tibb bacısı üzgün xəstəyə gülümsədi. Ona görə də adamın əhvalı yaxşılaşdı. Xəstə dostuna təşəkkür məktubu yazdı. Çünki dostu ona nə etmişdi? Xeyirxahlıq eləmişdi. Ofisiant kimsəsiz uşağı öz hesabına yedizdirdi. Belə deyək, çünki sevinən müştəri artıq ödəmişdi. O da o artığı yaxşılıq elədi. Oğlan küçədə gördüyü küçüyü qonşuluqda yaşayan tibb bacısına verdi. Çünki onu evdə baxa bilməyəcəkdi. Küçük evdəkiləri oyadana qədər hürdü. Necə deyərlər? Çünki evdə yanğın var idi da. Aşağıda məlumatlar hansı mətnə aiddir? Aha, Orxan Təpəl, Yaxşılıq zənciri, yoxsa hər ikisi buna diqqətli olmalıyıq. Bizdən hansına aiddir? Soruşacaq. Deməli, yaxşılıq itməz atalar sözü mətnin əsas ideyasını əks etdirir hər ikisində. Yanğın baş verir, Orxan və Təpəldə yoxdur. Bu Yaxşılıq zəncirindədir. Obrazlardan biri tibb bacısıdır. Orxan və Təpəldə tibb bacısı yoxdur. Yaxşılıq zəncirində var. Həkim fiziki tərbiyə ilə məşğul fiziki tərbiyə ilə bu Orxan və Təpəldədir. Oğlan kimsəsiz küçüyə sahib çıxır. Bu hər ikisindədir. İkisi də götürür də, küçüyü ikisi də götürür. Sadəcə biri tibb bacısına verir, biri də özü evdə baxır. Orxan və Təpəl və yaxşı mətnlərin məzmununa uyğun yaxşılıq itməz, yaxşılıq yerdə qalmaz. Yaxşılıq eləyən yaxşılıq görər. Bunlar bizə mətnimizə uyğun ən uyğun cavablardır. Keçirik dil qaydalarına. Dil qaydalarına nə istəyir bizdən? Deməli, sözlərdə samitlərin deyilişi. Yalnız cingiltili samitli işlənən sözlər. B-d yazırıq. A-bi-də yazdıq. Maşallah, o qədər uzatdım ki, a-bi-də. Sonra, ikinci sözümüz Arifdə f kardır. Yalnız ki, həm Arif. Hüşk sözündə hamısı kardır. Ticarət, t kardır, cızıngiltiridir. Meydan, m, y, d, n, cingiltiridir. Mənzil, m, n, z, l, cingiltiridir. Çosa, çığsı ikisi də kardır. Nərgiz, nırı, cızı cingiltiridir. Uğur,ğırı ikisi də cingiltiridir. Şəfa, şıfı kardır. Dalğa cingiltiridir. Zərbə, zırıbı cingiltiridir. Doldu ki bura. İpək, kardır. Köks, kardır. H, K, Y cingiltiridir. İmtahan, H, kardır. M cingiltiridir. Sükut, S, K, T, kardır. Jeton, J cingiltiridir.
Şöhrət R, Ş cingiltiridir. Yerdə qaldı. Çöp, çöp də kardır. Növbəti tapşırığımız bizim. Hərflərin yerini elə dəyiş ki, kar samitlə başlayıb, cingiltiri samitlə hünər. Bu nədir? Kar samitlə başlasın, t ilə. Cingiltiri ilə bitirsə, tufan. Çox asan oldu bu. Gəlirik. Son hərflə nə? Verilmiş son hərfi ilə başlayan söz yaz. Aşırı bu. Verilmiş sözlərin son hərfi ilə başlayan söz yaz. Deməli, bu oldu Şabalid. Bu oldu, nə bilim, daş. Kərpic, cücə. Bulud, dolma. Kitab, bunu siz yazın. Çələng, gül. Tənəffüs, bunu siz yazın. Məqsəd, d-nın birində yazmışam, siz yazırsınız. Pələng, g-ilə yazmışam, birində siz yazırsınız. Qılınc yazmışam, siz yazırsınız. Qutab, siz yazırsınız. Burada yaxşı babanı mən yazım, yerdə qalanları da siz yazırsınız. Şərhdə də yazın, görün düzdür yoxsa yox. Dördündən birinin son samiti tələffüzünə görə fərqlidir. Baxaq. Uşaqlar, əgər b-d-c-g-dan sonra sait gəlirsə, o cingiltiri tələffüz olunur. Samit gəlirsə, kar tələffüz olunur. Baxırıq, mərd insan cingiltiridir. 4 otaq cingiltiridir. Dərd t olacaq burada, özündən sonra samit gəlib. Ona görə cavabımız C-dir burada. Simic adam, sait gəlir, sait gəlir, sait gəlir, deməli, samit gələcək. Burada sait gəlir. Ona görə bu b qalacaq. Amma burada p olacaq. P olacaq, burada p. Burada ise c, burada ç olacaq. Burada t olacaq. Bununla da deyəsən bu tapşırığımız bitdi. Növbəti iş dəftərləri izahında görüşərik. Uşaqlar, kanalımıza abunə ol. Təp-təzə kanaldır. Kanalımıza abunə olmasanız biz geri düşəcəyik. Ona görə kanalımıza abunə olun. Bizi izləməyi unutmayın. Hələlik.